Gələcəyin həqiqi elm və sənət sahibləri isə bugün imtahan həyəcanı yaşayır. Bəlkə bunu o qədər dərk etməsələr də. Orta məktəblərə qəbulun qızğın vaxtıdır. Söhbət birinci siniflərə qəbuldan gedir. Valideynlərin uşaqlarını ən yaxşı məktəblərdə oxutturmaq istəyi başa düşüləndir. Özəl məktəbləri seçə bilməyən valideynlər dövlətin say seçmə məktəblərinə üz tutur. Amma burada yüksək ödəniş olmasa da balacaların qarşısını imtahan kəsir. Əvvəlki illərin təcrübəsini və bəzi qanunları əsas götürür valideyn mütəxəssislər balacaların sorğu-sual edilməsini düzgün saymasalar da bu imtahanı edənlərin də öz argumenti var. Mövzunu Aysel Zahid qızı davam etdirir. Məktəb mövsümü bitər-bitməz valideynlər yenidən ajataj içindədirlər. İndi də valideynlər payızda birinci sinifə gedəcək balacaların məktəbə qəbul etməş oldular. Apardığımız araşdırma göstərdi ki, bugün 6-7 yaşlı uşaq üçün məktəb tapmaq heç də asan deyil. Dövlət mülkiyyətində olan məktəblərin əksəriyyəti birinci sinifə qəbulu imtahan əsasında həyata keçirir. Bu zaman imtahan məktəbin spesifik olması ilə əsaslandırılır. Bizim liseyə gələn uşaqlar müəyyən başqa bir proqramla, yəni ki, biz hazırlıq aparırıq. O proqram bizim liseyin girişində divarda böyük bir stend var. Hər bir valideyn gəlib oxuya bilər. Dünya təcrübəsində qəbul olunmuş, bax bu dövrə uyğun istedadlı uşaqlar üçün psixoloji testlər əsasında aparılır. Müraciət etdiyimiz adi məktəblərin əksəriyyətində də birinci sinifə qəbul imtahan əsasında həyata keçirilir. Bu cür yanaşma isə qanuna uyğun deyil. Hər bir Azərbaycan vətəndaşı təhsil almalıdır və təhsil almasının qarşısına süni əngəllər qoymaq olmaz. Dövlət orta məktəblərində şagirdlərin birinci sinifə qəbulu zamanı hər hansı bir imtahanın götürülməsi nəzərdə tutulmayıb. Təhsil Nazirliyində isə ölkə üzrə 40-a qədər məktəbdə daxili nizamnamə əsasında birinci sinifə qəbulun imtahan əsasında aparıldığını dedilər. Şagird qəbulu planı üzrə əgər buna bir 80 yer verilibsə, bura uşaqların ərzələri, valideynlərin ərzələri 2-3 dəfə ondan artıq olur. Təbii ki, burada seçim aparılmalıdır. Çünki burada istedadlı uşaqlardan söhbət gedir və istedadlı uşaqlardan söhbət gedirsə, demək burada kütləvi qəbul aparıla bilməz. Lakin bu sahədə qanunda boşluq göz qarşısındadır. Azərbaycan qanunvericiliyi hər bir uşağa pulsuz 9 illik orta təhsil hüququ verir və dövlət mülkiyyətində olan məktəbin daxili nizamnaməsi qanunun bu müddəasından heç bir halda üstün ola bilməz. Eyni zamanda məktəblərdə keçirilən imtahanlar da kifayət qədər suallar doğurur. Birinci sinifdə imtahan, 9-da imtahan, sınaq imtahanları, buraxılışda imtahan, qəbulda imtahan, nə bilim, harda imtahan. Nə öyrətmişik ki, biz onu imtahan edirik? İmtahan da şərti şeydir, həll edici şey deyil. Birinci sinif hələ bu əlifbanı təzəcə öyrənir, sözləri təzəcə deyir, cümləni təzəcə qurur. Burada imtahana heç bir ehtiyac yoxdur. Digər tərəfdən uşaq yaxın məktəbə verdiyi imtahandan kəsilirsə, valideyn məcbur olub onu daha uzaq məktəbə aparır. Qərb təcrübəsində valideynin istedadlı hesab etdiyi övladını yaxşı məktəbdə oxutmaq arzusu ilə hər bir uşağın pulsuz orta təhsil hüququ özəl və dövlət məktəbləri hesabına təmin edilir. Azərbaycanda isə bir sıra dövlət məktəblərinin qanuni əsas olmadan özəl təhsil müəssisəsi kimi çıxış etməsi tendensiyası genişlənməkdədir. Belə davam edərsə, gələcəkdə məktəblərin əksəriyyəti kağızda dövlət, əslində isə özəl ola bilər.